Demək, yəni Forex-də ilk öncə, yəni təcrübədən sonra peşəkar təlimlər, peşəkar təlimçi. Yəni bu peşəkar təlimçi mütləqdir. Eyni zamanda dəfələrlə deyirəm ki, hər hansı bir təlimçinin yanına gedirsinizsə, ilk öncə real hesabını ondan soruşun. Əgər real hesabı varsa, gün ərzində biz real hesablarda əməliyyatlar açırıq. Facebookda, Instagramda, YouTube'da paylaşırıq ki, xalq üçün, millət üçün, yəni bilsinlər Forex-də pulu necə qazanır. Amma təəssüflər olsun ki, bugünkü gündə real hesabdan anlayışı olmayan insanlar real hesabı olanlara təlim keçirlər. Çox maraqlıdır. Yəni ümumiyyətlə real hesabı insanın yoxdur. Bahislər deyən bir şeyin anlayışı yoxdur. Real hesabda necə gəlir əldə etmək ümumiyyətlə anlayışı yoxdur, amma bu neyini təlim keçmək istəyir. Yəni mümkün qədər yadınızda saxlayın ki, istənilən bir təlimçidən ən azından 2 həftə gedin, təlim götürün, baxın ümumiyyətlə gedişat necə gedir. Bu insan sənə keçdiyini real hesabda göstərə bilirmi? Yəni bir nəticə varmı? Yəni özü bunu gəlir əldə edə bilirmi? Sonra siz onu davam edəsiniz. Yoxsa dünən nə oldu? Sırağı gün nə oldu? Bir ay bundan qabaq belə oldu, sən burada bay eləsəydin. 2 ay bundan qabaq burada sel eləsəydin, bu qədər qazanardın. Yəni bunlar bilsinlər də, keçmişə yox. Fakt olaraq indiki bugün səhər saatlarında paylaşmışıq. Real hesablar bu da nəticələrdir. Bütün xalq, bütün millət, bütün gənclər hamısı bunu izləyir. Yəni siz də çalışın, real olun, realist olun. Yəni real olaraq baxın ki, həqiqətən bu insan bunu edir, verdiyi təlimdə nə isə əldə eləmək olur və neyinin ki, başlayın bunu davam edin. Yoxsa yəni hər bir yanına oturub sosial şəbəkələrdə bu onu pisləyir, o bunu pisləyir, bu bunu texniki analizə, onu fundamental faktoru, hamısını pisləyirlər, hamısı yəni bir dənə özləri qəşəngdir. Yox, belə bir şey yoxdur. Hər bir incəlikdə, xırdalıqda nəsə bir hikmət var. Onu araşdırıb ortaya çıxartmaq lazımdır. Bugünkü gündə də, yəni bu ilə belə deyək də, adətən deyirlər ki, Qafar müəllim nə üçün təlim keçir? Sualına gəldi isə növbəti rolikdə bir dənə saxla.